Rəbiyatuşkalar, həyatımın yoldaşı mənə akvarium aldı. Gəlin bu gözəl akvariumun hekayəsini sizə danışım. Uşaqlıqdan arzularımdan biri böyük akvariumun olması idi. Və təmir zamanı həyat yoldaşım mənim akvarium arzumu həyata keçirtmək qərarına gəldi. Mətbəxlə qonaq otağının arasındakı olan divarda akvariumu yerləşdirmək qərarına gəldik. Hündürlüyü 1 metr, uzunluğu isə 1 metr 70 sm əhatə edir. Və bizim akvariumumuz yarım ton su tutur. Yəni 500 litr. Dekor olaraq isə anubias adlanan təbii bitkilərdən istifadə etdik və təbii daşlardan. Daha çox istəyirdik ki, akvariumumuz çox estetik və gözəl görsənsin. Kənarlarını isə gözəl, maraqlı laminat adlanan materialdan çərçivəyə yığdıq ki, görüntü olaraq tamamlansın və daha səliqəli görsənsin. Bəs siz öz evinizdə belə sevimli qüşə etmək istərdiniz və edərdinizmi?